Hər kəsə salam. Kanalımda ən çox sevilən YouTube videoma xoş gəlmisiniz. Bu gün kargo açırıq. Keçən səfərki kargo videom o qədər çox izlənildi və bəyənildi ki, dedim bundan sonra mənə gələcək hər kargonu sizlərlə bölüşəcəm. Bu gördüyünüz böyük kargo Temudandır. Gəlin açaq görək nələr sifariş vermişəm. Burada sadəcə mənim yox, başqa qızların da kargosu var. Hamısına baxaq bir-bir. İlk növbədə mənim kargolarımın vazkeçilməz fırçası. Bu markanın yine bu fırçasını ikinci dəfədə sifariş verirəm. Özümə çox sevirəm, stoklayıram bunu hər dəfəsində. Burada böyük bir kutu var. Bu deyəsən ayaqqabı olmalıdır. Bacım üçün bir dənə belə krasovka sifariş verdim. İndi o da ayağına geyinər. İnşallah razmeri düzgün olar. Ayağına çox qəşəng kaliteli görsənir. Çox qəşəng ayaqqabıdır, amma ki ayağına biraz bacımın böyük oldu. Ona görə başqasını sifariş verəcəyik. Bu nədir? Bu mənim deyil. Bunu şirniyyatçılar daha yaxşı bilər. Silikon matdır. Üzərinə bunu xəmiri tökürsən, xəmirlər bu formada çıxır deyəsən. Bu deyəsən orqanizerdir. Qızlar, bu Sənibəlin sifarişidir. Belə orqanizer sifariş vermişdi. İkili formada üst-üstə makyaj və bakım məhsullarını qoymaq üçün. İndi mən bunu quraşdırmıram. Bunu Sənibəlin videosunu daha detaylı formada sizə göstərər. Elə oradan baxarsınız. Daha sonra bir dənə açki sifariş vermişdim 2 manata. Ay, çox qəşəngdir. Mən ümumiyyətlə elə çox açki taxan birisi deyiləm. Amma bu dəfə niyəsə bunu gördüm, çox bəyəndim. Sadədir. Mənə də belə kvadrat açkilər yaraşır. Dedim, həm də ucuzdur, ona görə aldım. Bir dənə belə idmançı atletimiz var. Bu da mənim deyil. İdman eləyən qızlar üçün çox yaxşıdır. Qırağı da belə korsetli formadadır. Materialı da qəşəngdir. Keçək indi ən gözəl maraqlı məhsulumuza. Bu məncə hamımız üçün çox maraqlı olacaq. Nostaljik bir radio. Bu radioda FM, AM bir çox siqnallar və setlər tutur. Hətta buna Wi-Fi, USB, CD kart da qoşmaq olur. Gəlin baxaq görək necə gəlib. İçərisindən belə başa salmaq üçün klasik kartlardan, kağızlardan çıxır. Ay, bu neçə indi bunu qorumaq üçündür. Necədir? Ay, necə qəşəngdir görüntüsü. Balacadır, həm də belə nostaljik, çox qəşəng görsənir. Bunu bilmədim nə üçündür. Belə qalxır. Bir də burada da belə setləri tutmaq üçün belə çubuğu var. Kanalları, setləri dəyişmək üçündür. Bu da xodunu azaldıb çoxaltmaq üçündür. İləri, geri düymələri hamısı var. Çox gözəldir, çox qəşəngdir. Məncə bu videonu izləyənlər aranızdan bunu gedib almaq istəyənlər olacaq. Bilirəm, çünki maraqlı, çox qəşəng bir məhsuldur. Ona görə bu məhsulun kodunu videonun üzərinə yazacağım. Kim istəsə gedib baxa bilər. Qızlar, yeni Trendyol kargom gəldi. Gəlin bir yerdə açaq. Görək nə gəlib. Qızlar, yeni çıxmış Monevia adlı markanın kremini almışdım. Yanında belə pambığını da göndəriblər. Çox qəşəngdir. Azərbaycana satışa çıxan kimi aldım. Niyə? Çünki içəriyi çox təmizdir, vegandır. Həm də ki, çox uyğun qiymətədir. Artıq hamınız bilirsiniz ki, mən kremləri çox sevirəm. Əsasən də içəriyi təmiz, quru dəri üçün gözəl içəriyi olan və dərini həssaslaşdırmayan kremləri çox sevirəm. İnşallah bunu da yoxlayacağım, videonun üstünə yazacağım və bakım videolarında da təsirini sizə deyəcəm. Qızlar, Temudan kargom gəldi yenə. Gedək və sizlə bir yerdə açaq. Yenə bizi belə 3 dənə sprey qarşılayır ki, bu spreylər çox yaxşıdır. Səyahət üçün, məsələn, birinə misellər su qoyasan, birinə tonik, birinə də məsələn düyü suyu, hər şey qoymaq olar bunun içərisinə, rahatlıqla istifadə eləmək olar. Gəldi əsas məsələ. Qızlar, bu panoramaya oxşamırmı? Eynisi də demək olar ki, görünüş olaraq panoramadır. İndi mən özümdəki panoramanı da gətirim yan-yana qoyaq, qarşılaşdıraq. Baxın qızlar, sizcə hansı orijinaldır? O qədər bir-birlərinə oxşuyur ki, aid eləmək olmur. Sadəcə buradakı L'Oreal sözündən aid eləmək olur. Bundakı Topbeke sözü yazıb, bu da L'Oreal'dır. Çox oxşuyur.
Demək olar ki, birə-bir eynidir. Cüzi bir ton rəng fərqi var, amma belə ayrı-ayrılıqda istifadə eləsən heç kim deməz ki, bu fake panoramadır. Bu kargo videosunu paylaşana kimi böyük ehtimal ki, bunun shorts videosunu paylaşacağam. Əgər bu tuşların fərqlərini görmək istəyirsinizsə, mənim shorts videolarıma göz ata bilərsiniz. Orada bunun fərqlərini göstərmişəm. Qızlar, bu bir siz nədir? Bunu atam sifariş verib. Yəni aparatdır. Bunun nəsə siqnalları var. Ötürür, siqnal səsimi ötürür, tam olaraq bilmirəm. Bu itləri qovmaq üçündür. Belə gedir deyəsən, tam olaraq bilmirəm. Adapterla işləyir. Zaretkaya qoymaq lazımdır. Bu ışığıdır. Bu da adapterıdır. Maraqlıdır. İşə yarasa qəşəng şeydir. Bir dənə də spons sifariş vermişdim. Temunda bu sponsları çox yumuşaqdır. Sonra çoxdan da bunu gözləyirdim. Çox sevirəm də bu aksesuarları. Görək necədir. Üçlü belə qolbaq setidir. Ay, necə gözəldir. Tam gözlədiyim kimi gəlib. Səhra rəngi, mavi və ağla yaşıl. Bir çox rəng seçənəyi var idi. Mən də gündəlik həyatımda ən çox geyindiyim rənglərdən aldım ki, paltarıma uyğun taxım. Yəni, belə açıb bağlamaq olurmuş. Bunun heç açıb bağlanmağını bilmirdim. Taxaq görək. Ay, çox gözəldir. Çox bəyəndim. Çox qəşəngdilər. Yenə işinə yatırım deyincə də mənim əslində eyni bu tripoddan varımdı. Hal-hazırda sizi bu tripodla çəkirəm. Amma özümü çəkəndə daha çox shorts videolarında, dönüşüm videolarında mənə işıq lazım olur ki, bir tripod məni tutsun videonu, bir tripod telefonu tutsun, bir tripod da işığı tutsun. Belə ona görə də bundan bir dənə də aldım, endirimdə görmüşkən. Bu da 6-7 manat idi. Kodunu da qoyaram üstünə, almaq istəyən olsa alar. Çox gözəldir. Ayaqları belə qəşəng bərkdir. Bunun santısı da 170 santıdır. Karqomun içindəki məhsullar bu qədər idi. Başqa bir gündən salamlar. Qızlar, karqonun yekəliyinə baxın, əlim qırıldı. Yay gəldisə videoda mən ancaq Temudan belə çoxlu şeylər vururam. Bu dəfə daha çox paltar vurmuşam. Görək necə gəldilər. Həm siz görün, həm də açam bir-bir. İlk öncə bacımın ayaqqabısı. Keçən dəfə bacım üçün bir dənə ayaqqabı vurduq. O yaxşı gəlmədi. Ona görə bu dəfə belə bir ayaqqabı vurduq. Mənim bacım ulduzu sevir deyə ayaqqabısını da belə ulduzlu vurduq. Belə digərinə baxmış, yaxşı gəlib. İndi ayağında geyinsin, görək necədir. Belə üçlü diş fırçası almışam. Bu arada mən artıq 1 ilə yaxındır ki, hər ay yeni diş fırçalarını Temudan alıram. Belə ikili, üçlü set formasında. Ümumən burası belə müşqalı olanlar çox qəşəngdir. Çox yumuşaqdılar, damaqda qanatmırlar. Bu kovboy papağını görürəm, şu an burada əsəb keçirirəm. Çünki hal-hazırda Ömər atçılıqdan gəlirəm. Mən əslində kovboy kombini eləyəcəkdim. Onun üçün də Temudan belə papaq sifariş vermişdim. Bugün Ömər atçılığa getdim və bugün də karqom gəldi. Çox sinirliyim buna görə. Görək papaq necə gəldi. Yox, gələn səfər ki, at çiftliyinə gedəndə taxacam. Mən bu sifariş verməmişdim axı. Bunun qabağında at var. Mən sifariş verdim, qabağında ürək var idi axı. Yox, bu mənim deyil. Ən yaxın dostum Xədicə, o da bundan sifariş verib. O qabağa atlı belə sifariş vermişdi. Mən isə qabağa ürəkli sifariş vermişdim. Elə bildim mənimkidir. Bizim kargolarımız bir yerdə gəlib, bir yerdə vurmuşuq. Olsun, elə bir fərq yoxdur onsuz aralarında. Sadəcə emblemi fərqlidir. Ay, çox qəşəngdir. Kaliteli gəlib bu arada. Qoy tam otusturum başıma. Ay, necə də gözəl olacaq deyə kombinimlə necə. Bax, yan sinirleniyorum. İçərisinə də bu arada belə qorunması üçün kapran bir qabda göndəriblər. Çox qəşəngdir. Sonra nədir? Qolçaq. Mən neçə vaxtdır ki, qolçaqlarımı ancaq Temudan alıram. Bunu çox sevirəm də. Belə trapez formasında gəlir. Bunun hər rəngi var məndə. Ağ, qara, boz. Bu səfər də rəngisini aldım. Deyəsən, bu səfər həmişə boz rəngini sifariş verməliyəm. Çox gözəl materialları var. Belə qısa qol koftalarına qəşəng geyinmək olar. Nədir? Hello Kitty kofta. Ay, çox mutluyum. Sevirəm də Hello Kitty şeyləri. Bunun burası elə bilirdim tikişdir. Mən tikişli bilmişdim. Baskılıymış. Yox, olsun. Ay, necə gözəldir. Aman tanrım. Böyle deli
almışıq. Sizə belə göstərəcəm. Qoy ceyini görmüşsün. Bu arada göstərmədim. Dalı da belədir. Çox şirindir. Vay vay vay. Süper. Muhteşem. Muhteşem. Uzunluğu da normaldır. Ay necə gözəl olacaq. Bu rənglə də götür. Rəngi krem rəngidir. Materialı da yumuşaq. Qəşəngdir. Tam benlik. Sonra bir dənə belə ayaqqabı var. Bu mənim deyil. Bu da Xədicənin desəm. Belə özünə sadə krasovka ayaqqabı vurur. Amma çox dandikdir. Bu nədir? Heç qəşəng deyil. İnanmıram Xədicə də bunu bəyənsin. Bəyənmədim bunu. Bu nədir? Bir dənə kofta. Bu dəfə desin 4 dənə kofta vurmuşam. Bu da boz rəngdir. Burası belə kurdelidir. Bax bu tikişlidir. Bunun tikişi var. Mən belə gözlüyordum bunu. Ev yoxsa olsun. Görək bu necədir. Bunu özümə vurmuşam. Bunu bacıma vurmuşam. Ay da necə şirindir bu. Alam yiyəcəm. Çox qəşəngdir. Bax burası da tikişlidir. Bunun materialı bundan daha qalındır bu arada. Bu daha qalın, bu incədir. Bunu belə göstəreyim. Uzunluqları? Yox, bu daha uzundur. İkisi də mən razımaya vurmuşam. Bunu da belə göstərim üzərimdə. Çox qəşəngdir bu da. Ay, çox şişəcəkdir. Bunu da bəyəndim. Bu nədir? Allah, mənim yeni arkadaşım. Harada, Temu'da harada antin-kuntin şeylər var, onu vururlar. Bu aldığı şeyə baxın. Bu dəfəcə Temu karqım çox maraqlıdır. Hər şey var, hər şeydən var. Ben buradayım deyən bir işarətli tac. Xədici gülə-gülə kullanırsın. Bacım geyindi ayaqqabımla çox qəşəngdir. Bu hara o gün keçən səfər aldığım hara, bu daha qəşəngdir. Baxın, tam da ayağına. Bir dənə yanından göstərərmiş. Çox qəşəngdir. Bu hara, o hara. Bu çox incə ayaqqabıdır. O çox çoğuduydum. Siyah gülə-gülə kullan. Koftanı çıxartdım, üstə oldu mənə. Keçək digər şeyə. Bu da deyəsən mənim koftamdır. Bəlkə də Temu'da görmüşsünüz artıq. Basma, al kırdım. Belə qolu yarasa, stilli. Beli də belə biraz incə gələn. Yupqalarla falan geymək üçün bir dənə kofta da qəşəngdir. Bax şimdi. Nətər bugün kovboy kombinim olmadı, neysə. Bir dənə də karisnivi, indiki əynimiz yupqa ilə uyğun gəlsin deyə karisnivi belə. Karset mi deyirlər, tokka mı deyirlər, nəsə ondan aldım. Amma çox qəşəngdir. Nədir? Ay Allah, yenə Xədicəm kargo. Nədir ki bu? İnsan niyə belə bir şey alar ki? Nədir şey? Başa taxılır. Boğaza taxılır. Sonra yenə qolçaq sifariş vermişəm. Bundan eynisini keçən almışdım. Ayda materiallar çox qəşəngdir. Birində aldım. Dəyişək taxmaq üçün. Bunun da hər rəngi var məndə. Ağı, qarası, ət rəngisi. Bir çox rəngləri də var. Çox qəşəngdir. Aha, bir də bu da Xədicənin kargosudur. Sumkasıdır onun. Ya, Allah nə şirin sumkadır. Qəşəngdir bu da. İçini indi dolduranda qəşəng görsünüz. Birinci paket bitdi. Keçək indi ikincisinə. Aha. Deyə bu kovboy papağı da mənimdir. Bax, mənim üçün qabağı ürəkli deyil. Bu mənə daha çox yaraşdı elə bil. Qoy bu papaq qalsın, biraz bununla devam edelim. Hello Kitty maşa sumkası vurmuşam. Rayına gedəndə, harasa gedəndə, hər hasa gedib qalanda makyaj və bakım şeylərimi qoymaq üçün bir sumkadır. Belədir. Ay, çox şəkərdir. Bunu keçən il də səbətində qalmışdı. Beşə sərin materialı var. Bu belə bir şortikdir. Burada belə bantiklər var. Çox qəşəngdir. Çıxardım, bunu rəyim sıxıldı. Son zamanlarda şalvarın üzərinə ətək kimi parçalar eləmək dəbə düşüb. Bunu kombinləyəndə sizə göstərərəm. Burada Hello Kitty şeylər vurmuşam. Makyajımı siləndə, bakım eləyəndə mən çox vaxt başıma belə tac taxıram. Bir dənə belə Hello Kitty'sini aldım. Ay, çox şişirdi. Bu da mənim deyil, bu da kursdakı arkadaşım Fatimənin fırçalarıdır. Xədicənin parti bilməm neçə antin-kuntin əşyaları. Bu vilkadır, amma normal bir vilka deyil. 5 metr uzanan bir vilkadır.
İnsan niyə belə bir şey alsın ki? Bu şeyə yaxşıdır restoranda zətdə belə qabaqdakı yeməyə ulaşa bilməyəndə tak belə götürəsən. Maraqlıdır, fərqli bir şeydir. Xədicə belə antin-kuntin şeyləri sevir. Ne yapalım? Biz də onu böyle kabul ediyoruz. Qızlar, bir də mən indi hal-hazırda işığımı taxmışam. Işığı normalda mən tripoda taxıram. Amma məsələn çölə bayıra çıxanda, axşamlar falan video çəkib eləyəndə yanımda hər dəfə tripod daşımadığım üçün bir dənə belə klipsi deyirlər deyəsən. Bunun burasını işığa taxırsan. Bunun da burasını keçirirsən telefonun başına. Telefonda video çəkərkən bunu da taxıb telefonumun üzərinə taxıram. Elə videolar çəkə biləcəm. Çünki tripod biraz böyükdür. Onu hər dəfə çölə özümlə apara bilmirəm. Mənə də belə klipsi lazım idi ki, həm işığa keçsin, həm də telefonuma taxılsın. Telefonum üçün aksesuar almışam. Mən ümumiyyətlə telefona aksesuarlar taxmaq çox xoşum gəlir. Arxasına aksesuar taxmaq və yaxud da ki yanına çox sevirəm. Bundan birində vurmuşam, amma fərqlisini o hələ yoldadır, gəlir. Necə gözəldir. Belə bantik də var, leoparlıdır. Bundan da qız sifariş vurub. Kiprikləri belə tuş vurduqdan sonra topa-topa görüntü yarananda bunu istifadə edirsən, o topaqlamanın qarşısını alır. Bu da qəşəngdir, mən də istifadə edirəm. Bu kargo da bitdi. Bir də qaldı bu balacası. Bunu da açaq. Qızlar. Məndə Fiskal Formula markasının kapatıcısı var. İminli bundan. Sadəcə mən aldığım Amerika bazarıdır. Amma bu Fiskal Formula isə Çin bazarıdır. İkisi də orijinaldır. Mənim artıq o birisi kapatıcım bitir, az qalıb. Mən də bu dəfə dedim ki, orijinal alım, amma Çin bazarını alım. Görə aralarında fərq varmı? Bununla bağlı bir shorts videosu çəkəcəm. Görün bu necə gəlir. Ay maşallah. Ay necə gözəldir bu, dayan görüm. Ay çox gözəldir. Bunun dalında ipi var. Belə sıxaraq belə daha incə göstərir. Bu başqa. Ay bunu da geyinim, heyecanlandım. Ay çox qəşəng oldu. Altdan da bir dənə krem rəngi çatan şalvarım var. Ya ona geyinirəm, ya da qəhvəyi cins geyinirəm. Çox gözəl oldu. Material falan da qəşəngdir, qalındır. Ay çox süper oldu. Hələ bu papaqla bu rəngi də möhtəşəm getdi. Muhteşem. Bu dəfəcə kargolarımın hamısını bəyəndim. Çoxdan da bu qədər kargo açmırdım, çox yoruldum. Ay necə qəşəng oldu. Kız sus. Sus. Hələlik videomu burada sonlandırıram. Bundan sonraki kargo videosunda görüşərik. Qızlar, kargomuz gəldi Xədicə ilə bir yerdə. İndi hamısını açacağıq. İçində yarısı mənimdir, yarısı da Xədicənindir. Qızlar gəldi indi evə. Xədicənin indi kargoları açırıq. Görək nələr sifariş vermiş. Yenə Xədicənin antin-kontin şeylərindən qarşılaşacağıq. O bir dənədir, kartı vururuq. Nəsə ondan. Ondan. Kart üstündə aşırı. Deməli, açdım. Kart hissəsini buradan keçirirsiniz. Diskətdən. Sonra içində normal bunu bağladıq. Mən bu plasmas gözləyirdim. Ona qalır, mən bunu biraz daha balaca gözlüm. Görün, bu da gəlir. Ding, ding. Girsiniz ama böyük oldu. Olsun, qəşəng yerdir. Evet, olsun. Bu arada kargoların içində mənim mamama aid, nənəmə aid şeylər var. Hamı var, hər şey var. Hamı var. Senin daxilin var. Bu Vyetnamkadır. Görsəm qəşəngdir, özüm yenəcəm, mən evliyim. Qəşəngdir. Çox qəşəngdir. Amma çox bəmbəkdir. Çox qəşəngdir. Allah gəldi, mən bir gözləmirdim. 2 manat? Super, su qiymətinə. Yəni mən bunu şey gözləyirdim, Xədicə mənə göstərdi Temudan. Daha incə nazik, elə belə göstərdi. Bəzi göməllikdir. Qoyaq yerinə. Sonra bu nə? Səndir bu? Mən başa düşmədim. Bu markalardır bu mamaya. Amma pis deyil bu arada material. Qəşəngdir, normaldır. Yəni ki, köynəyin altına geyinməli yaxşıdır. Tam pencəyin altından, başqanın altına geyinilə biləcək də. Bu sifariş vermişdik. Bunu açmağa ehtiyac yoxdur. Nədir? Baxın gözüm. Bu mənim 1 manat 80 qəpiyə aldığım kofta. Qarağa belə büzməlidir. Səndir. Yenə sumka. Biraz belə keyfə düşünürdüm. Qəşəng. Çox əladır. Mən sən də zakaz eləməlisən. Qəşəngdir. Ay, çox şeker. Əladır. Qəşəng. Sən də alarsan. Kankam alırsa ben də alırım. Ben alırsam kankam alır. Mən çox şeylər belə xərcliyim yoxdur. Bu arada 2 manat idi o. Bu nənəm zakaz eləyir. Bu dəsmaldır. Elə bir tez-tez xarab olur, tulun geçsiniz.
Nədir efendim? Ha, bu kabaqdır. Aç bir dənə baxaq. Mən çox maraqlıdır. Və yarasa mamaya yarasa. Hə, zamanıdır. Tam belə yəli taxmalı. Bu bir boş böyüklük olur. Oy, bu ne bu boydadır? Sənə qəşəng qaldı. Hə, bu bizə də belə görünürdü. Onsuz da bax belə. Hə, Bunu vəsə. burası ütüləyəsən bir çıqqan. Biraz istilik ora sanki şeyləri geçsin. Özüm mama saçları məndən açıqdı. Biraz sarıya çalandı. Hə, Ondan qəşəng qalır. qaldı. Necə xalıya qəşəng qaldı. Yəni belə set. Nazi belə qara ip gedir. Çox qəşəngdir. Mən düzü o biraz moda keçmişdə qaldı, amma mən keçmişi yeniləyirəm də. Retro. Dəqiq sepdir. Yaxşı, mən yeniləyirəm. O ayağı taxılanlar var, o oxşuyur. Burası da. Belədir. Ay, heç qıraqdan demərsən də sepdir bu. Yəni əldə tutanda. Amma qəşəng göründü. Yox, Belə qəşəng qaldı. burada qaşı da var deyə. Prosta xırdadı qarası. Aynen, çox şey Zənciri görünür. çox uzun eləyiblər, baxın deyəm. Düzdür. Zənciri uzadıblar, qaranı cıqqılıyırlar. Belə baxanda hepsi qolbaqdır. Burada qolbaq kimi də taxmaq olar, iki qat belə eləyib. Sonra ayağa biləzik kimi də taxmaq olar. Qəşəngdir. Olur. Bir an kandırıldıq zannetdik. Mən gözləyəcəm, bu nədir? Qolbaq zakaz eləmişəm. Bu arada bu nədir bu? Sep. Sepdir. Sepdir bir dənə. Açmıram da bunu. Bu da mama sepdir. Çox qəşəng sepdir bu arada. Özü qaralmayan. Amma sımqat asmaq. Sadə axsımsadı. Uşaqlar, ucuzur vurduğum və narahat olduğum şeylərin hamısı möhtəşəm gəldi də. Yəni Burası onun üçün qəşəng doldurasan. Biraz ütüləyəsən buralarını. çox qəşəngdir. Rəngi bu arada biraz daha bejdir, burada ağ görünür. Hə, qəşəngdir. Ay, Qolbaqdır. Onu aça Bunu açaq, bu qəşəngdir. Bu qəşəng. Dəniz zada gedəndə taxasan. Eynən, çox qəşəng qolbaqdır. Orada o qədər bilinmir, işıq çox düşür. Ay, çox şəkərdir. Bir dənə də Çox belə qəşəng sepdir, qaralmayanı var. ürəkli sepdir. Bunu da açmıram. Bir dənə xəcəm maması belə ayaqqabı sifariş verir. Açdım. Qəşəng şirin ayaqqabı. Qəşəng. Bu 7 manat idi. 7 manat qəşəng. Belə bir ayaqqabıdır. İndi belə seçib belə ayaqqabılar dəbdədir. Baxım görmək istədim. Ağlıma kimi. Ayağı bir geyin görək necə qalır. O sən eyni geyinirsən də. Yeni razmer olaraq. Baxın ayağına geyindi. Çox qəşəng görsənir. Biraz qabağı düzü iridir, amma ki daha biraz belə bol düşən şalvarlarla qəşəng görünür məncə. Baxın belə. qəşəngdir. Modern görünür. Keçən indi mənim koftalarıma. Koftadan mən keçən il vurmuşdum 2 dənə. Bu il yenə vurdum. Çox qəşəng material. Keçən dəfəki vloqumda göstərmişdim. Pambıqdır, hər rəngi də var. Prosta mən daha çox boz rənglər geyinirəm deyə. Elə bu qolçaqdan geyinirəm çox vaxt boz rəngdən. Qəşəng olur. Aha, bu nədir? Görək. Bu Lüsraski nənə açıqsıydı. Nənə Hə, gözəli açıq. zəifdir. Bu arada gözəli zəifdə Mənə də olsa, pəmbə. Amma qəşəngdir. gözünüzün zəifliyini bilirsinizsə, ona uyğun vura bilərsiniz. Xəcə, çox bulanıq göstərir bu. Sən Gözlərə bax. Sən gözlərin zəif deyil axı, ona görə. Mənim nənəm bu ara bundan vurmuşdu. Çox yəni yaxşı Düşür üzünə. düşmüşdü. Onda əla. Yəni ki, gözünüz zəifdirsə, gözünün zəifliyini bilirsinizsə, dərəcəsini ona uyğun zakaz eləyə Çox şık deyil. Az nə zordur bu. Mən zəncirim. Bunun məndə gümüş rəngi var. Beletin zəncirlərdir. Son zamanlar daha çox qəhvəyi qot geyinirəm deyə dedim belə bir dənə də bunun qızılını alım ki, yubqamla donlarımla qəşəng getsin. Spons. Temo sponsları çox bəyənirəm. Bugün mən bu arada xərcə vermişdi. Çox Sağ olsun. Əla. Bax burası belədir. Qəşəng. Tam oturur. Bu 4-dən mən də 1 manat falan verdim də. Həm beləsi var, həm də beləsi. 4 dənəlidir. Çox sərf eləyir. Yəni yumşaqdır. Bunu su ilə yuyanda çox qəşəng şişir. Sevirəm bunu. Bu nədir? Kofta. Geyin, bax, geyin bu arada göstərəcəksən. İndi xərcə kofta verib sifariş İnfluencer təmdən. dostumuz varsa biz ona ayaq uydurmalıyıq. Ona görə onu geyinməliyik. Hə. Xərcə indi bu kofta sifariş verib. İndi bunu geyinəcək. Prosesine baxın. Mən bunu çox səbirsizlə gözləyirdim, amma elə bir Qəşəngdir. Geyindi yayınla. Geyindim. Düz 4 manat almışam. Amma material olaraq o deyil də, yəni. Dəymir 4 manat. Düz eybi yox, amma ki sinə hissəsi biraz daha açıqda qalır. Mən burasını tül verə bilərəm. Hə, xərcə dərzilik kursuna gedir. Yəni paltarlar falan tikə bilir. Burasına belə ağ rəngli parça versə qəşəng, tül daha doğrusu qəşəng görsənir. Bunun da bir dənə yaxın bir qız var. Avrof, gəlin açaq. Bir dənə belə Temudan kəmər alıb qız. Amma çox kalitəli gəlir. Xəcbə oradakı kəmər hara bu hara, əlini vur. Ha, bu arada biz buna başqa bir yerdə gördük mağazada. Oradan 15 manat edir. Amma bunu 10 manat Hə, 10 manat sifariş et. Bu daha moşnu. Moşnudur. Yəni.
Belə taxılır. Temdə almağa dəyər həqiqətən. Hə, bu çəmənlər təmdən almağa dəyər. Çünki Bakıda baha satılır. Aha, mənim abadogum gəldi. Hə. Bax, qəşəngdir. Qəşəng qalır amma. Çox qəşəngdir. Bunu evdə falan makyajımı siləndə, bakım eləyəndə və saçım önünə gəlməsin deyə belə abadoglar taxıram. Bunu 1-2 manat idi, çox xoşuma gəldi. Nə? Açıq idi bu da. Açıq yəni. Mənəm 2 dənə skizaka denemişdim. Hə, bu da ikinci açıqsı. İçinə şey zad da çıxırır. Həqiqətən çox yaxşıdır, skizaka deneməyə dəyər. Bu da ayaqqabı. Bu nənənin ayaqqabısıdır. Çox rahat ayaqqabı yoxsa az baha. Yayda geyinməlidir, həqiqətən qəşəng ayaqqabıdır. Qəşəngdir. Keyfəti gəlir bu Qəşəng ayaqqabı. gəldi. Mənki amma keyfətsiz gəlmişdi biri. Kargodan. Göstərmişdim o kargodan. Keçən dəfə ağ krasovka göstərdimi? Yox, bundan öncəki kargo açılışında ayaqqabı göstərdimi ağ rəngdə, xəccənində. O qaytardıq, o qəşəng deyildi. Bu da belə uzun çox kvadrat sırpalardır. Amma çox qəşəng görünür bu. Biri gümüşüdür, biri qızılıdır. Bu koftadır. Nə koftasıdır? Bunu 2 manat almışdım. Öz almışam. Hə. Ümumiyyətlə indi belə desənlər bilirsiniz ki, dəbdədir. Hə, Jameson buna da baxaq. Geyindi, çox qəşəngdir, superdir. Qraflarda şey bizmə. Bunu da bəyəndik, çox qəşəngdir. İndiki kargomuz bitdi, hamısı bu qədər idi. Bundan sonraki kargo videosunda görüşərik.